Bugün sizə broker haqqında sadə dildə izah verəcəyəm. Broker sərmayə qoymağa başlamaq üçün istifadə etdiyiniz vasitəçidir. O sizə səhmləri, valyutaları, fonları və digər investisiya alətlərini alıb satmağa kömək edir. Bəs broker nə iş görür? Broker sizin və bazar arasında körpüdür. Sizin əməliyyatlarınızı həyata keçirir. Əgər siz bir səhmi almaq və ya satmaq istəyirsinizsə, broker bunu sizin yerinizə edəcək. Brokerlər adətən bu əməliyyatlar üçün komissiya alırlar. Komissiya adətən əməliyyatın məbləğindən bağlı olur. Brokerlər iki növ olurlar. Fiziki brokerlər ofisdə oturub sizin əməliyyatlarınıza kömək edirlər. Online brokerlər internet üzərində sərmayə etməyinizə imkan verirlər. Bu cür brokerlər adətən daha ucuzdur və daha çox insan tərəfindən istifadə olunur. Broker ilə işləmək çox sadədir. Brokerdə qeyddən keçin, hesab açın və investisiya etmək istədiyiniz alətləri seçin. Sonra yalnız əməliyyatlarınızı yerinə yetirmək lazımdır. Broker seçərkən güvənliyi və komissiyaları diqqətlə nəzərdən keçirin. Yaxşı broker sizə yalnız yaxşı xidmət göstərməyəcək, həm də əməliyyatlarınızı rahat və etibarlı şəkildə edəcək. Növbəti videolarımızda brokerləri necə seçmək lazım olduğu barəsində məlumat verəcəyik. Bəs siz hansı brokerdən istifadə edirsiniz?